Festivals. Nə vaxtı gözlədiyimiz həmin o Mr. Beast'in. Mr. Beast qardaşımızın şokoladı. Yaman tərif edirdi ki, alın, yeyin, möhtəşəmdir falan. Baxaq. Görək. Açamır. Bu zövqü yaxından da orada aç. Mən elə bilirəm ki, yediyimiz o dadlı şokoladların heç bir fərq yoxdur bu. Hamı fərqi görür amma. Doğru. Bir çox insan deyir ki, turist edilmişlər sağlıqlı şokolad hazırlamaq çalışıblar. Aha, forması belədir. Belədir. Baxaq. Burada Mr. Beast yazılır. Baxın. Mr. Beast sən ye. Sən ye, qoy YouTube'da ən çox biz abunəmiz olsun. Mr. Beast ye. Ya, görmürsən, yaxındır. İnanın, bu şokoladı hamımız yemişsiniz. Bunu hamımız yemişsiniz yani. Mağazalarda kilosu 70-80 manata şokoladlar olur. Bəzən götürüb birini yeyirik kimlər. Bax o şokoladlardandır. Amma Ya hamımız yemişsiniz bu şokoladdan. ay, çox qəşəngdir. Yediyiniz ən dadlı pletka şokoladların daha üst versiyası kimi. Amma oldu da. Evet.